Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərin birində deyir ki, ya eyyuhənnəs, ey insanlar, əfşus sələm, salamı yayın. Salamı yayın necə başa düşülür? Qardaş, kimə gəldi salam verin, hə? Hə, qardaşım, necə yox? Kimə gəldi salam verin? Müsəlmanlardan, yəni tanıdığın, tanımadığın. Hə, kimə gəldi salam ver. Kimə gəldi o mənada ki, qardaş, fərqi yoxdur, tanıyırsan yoxsa yox. Selamu aleykum. Əfşus sələm yayın deyir. Yayın. Bizdə məəl-əsəf, çox təəssüflər olsun ki, bəziləri fətva verirlər ki, salam verəndə almayın. Ha. Onlara şiddətli hədə gəlib onlara. Onların nə qədər azğın olmasını deyib Peyğəmbər sallallahu aleyhi və səlləm. Bəs edər ki, deyir, harada görsəz öldürün. Yəni o qədər azğın tayfadır yəni. Qardaşım, oturmaq olmaz. Oturmaq olmaz. Sən burada tək xavariclərdən getmir söhbət. Burada əşarilər də bura daxildir. Mətrudilər də daxildir. Sufilər də daxildir. Əhl-i sünnədən başqa olan bütün firqələr daxildir. Eləcə də xavariclər. Yəni o birisilərlə necə rəftar edirsən? Bundan da elə bidət əhli kimi. Bidət əhlinlə rəftar necə edilir? Qardaşım, toyuna çağırıb getmək olar? Olar? Olmaz qardaşım. Yoldaşlıq etmək olar? Olmaz. Əqiqə çağırıb getmək olar? Olmaz. Salam vermək olar? Olmaz qardaşım. Belə müamilə edirsən. Cəmiyyətdə bəzi insanlar sələflərin bidət əhlindən salamı kəsməsini, insanları bölmək, qardaşları parçalamaq, mehribançılığın aradan qalxması kimi qələmə verir. Şeyx, sələflər nə üçün bidət əhlindən salamı kəsib? Sələflər bidət əhlindən salamı kəsiblər ki, bidətlərindən dönsünlər. Bidətlərini tənk eləsinlər. Ola bilər o bidətin dönməsə də, başqaları onun bidətinə allanmasınlar. Ola bilər o düzəlməsin, salamı tərk eləməklə. Amma başqaları salamat qalacaq. Görəcəklər, ona salam verirlər, və nəsə problemi var. Aydındır. Amma hamısına salam verəndə, bilməyənlər bilməyəcək kimdir və azacaqlar. Bunun hikməti var. Aydındır, bəzilər gətirir hədis ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, salamı yayın. Bəli, bu sözü deyən Peyğəmbər sallallahu aleyhi ve sellem həmçinin salamı kəsib. Həmçinin salamı kəsib. 3 dənə sahabiyə 40-50 günə yaxın salam vermədi heç kəs. Onlar verəndə almırdılar. Hətta ailələrdən. Aydındır, yəni hər şeyin qaydası var. Yəni, ne üçün salam kəsilir? Ya o dönsün, bəyan olunsun, ya başqaları azmasın. Çünki görəndə ki, sən salam verirsən, deyirlər, onda deməli problem yoxdur onda. O da istifadə edir. Ona görə mümə yelən çoxsu bir saat və ya müəyyən bir hissəsi getdi, təkfirçidir. Ya aşkarda təkfirçidir, ya gizli təkfirçidir. Anladın mı? Buyurun.